Dostlar salamlar. Salamlar, söhbətgaha dinləyənlər və bizim patronlarımız. Hamınıza salamlar. Hər birinizi təşəkkür edirik bizi dəstəklədiyinizə görə və siz patronlar varsınız deyə söhbətgahda 4 ildir ki var. Elə qonağımız mən də salam verim. Salam. Kamrandır. Kamran Ağabalayev və biz bayaq danışırdıq Azərbaycan şou biznesindən və s. amma heç şou biznesə getmədən başqa bir ora yaxın sahədən sual verim. Dünən Kəramət Böyükçölün qonaq olduğu bir YouTube verilişinə baxırdım. 2 dənə. Bu arada o televiziyada yayımlanır. Televiziyada yəni yenə reklamın içinə veriliş yerləşdirmişdilər. Hardasa 12-yə yaxın sponsor var idi. Biz taksi, uşaqlar və orta yaşlılar üçün ziyanlı olan qazlı içkilər və bu qəbildən markaların içində arada Kəraməti görürdük və orada 2 aparıcı var idi. İkisi də kifayət qədər güclü aktyordur, amma həm də onları insanlar güldürən insan olaraq tanıyırlar. 1 saatlıq veriliş boyu mən bir dəfə dodağım qaçmadı. Güldürmə iddiası olmayan, təəccübləndirmə iddiası olmayan Kəramətə isə gülürdüm. Fikirləri də çox maraqlı gəlirdi. 1 saat ərzində elə bir söz demədilər ki, mən eləyim ya da gülüm. Nə qədər yaxşı aktyor olsalar da, senarist olsalar da. Bəlkə bir də yaxşı prodüser olublar və doğru qonaq seçim eləyiblər. Bilmirəm. Sual burada belədir də. Bizdə niyə alınmır? Bizdə niyə alınmır? Çünki biz səmimi deyilik. Ümumiyyətlə siz düşünürsünüz ki, biz səmimi xalqıq. Mən düşünmürəm ki, biz səmimi xalqıq. Ona görə də bizdə alınmır. Və bu səmimiləşmə niyə bizim Cəbiş müəllimdə həddindən artıq çox klassik ədəbiyyat dilimizdə alınırdı? Çünki onda biz özümüz də səmimi idik. Amma bu günləri sən o dildə danışsan, daşa basarlar bizi. Bu günləri sadəcə olaraq təsəvvür edin ki, bütün filmlərimizdə var da bunu rahat şəkildə deyə bilirik ki, adi halda söyülən filmlər dedilər ki, bu səmimi filmdir. Yəni söyüş səmimiyyətə keçdi. Yəni əslində bu çox absurd bir şeydir. Yəni sadəcə olaraq, həyatda deyir söyüş söymürsünüz. Okey də, yəni ben bizim Cəbiş müəllim dövründə həyatda söyüş söymürdülər, onda da söyüş söydülər. İnanıram ki, onda bizim söyüşlərin vizuallaşdırılması daha asan idi. Yəni millət olaraq ümumiyyətlə söyüş siyasına biz arası ilk 5-likdə gedirik. Birinci yerdə Türkiyə gedir, ikinci yerdə Finlandiya gedir, ilk 5-likdə biz də varıq ki, bizim söyüşləri vizuallaşdırmaq. Ən azından Finlandiya ilə harca bir 5-likdə. Bizim söyüşləri, onların da söyüşlərini vizuallaşdırmaq olur. Yəni, onları da olur. Məsələn, şey oradan gəlir də, sənə oksigen verən ağacın yarpağı o Finlandiyadan gəlir. O, məsələn, türklər özünküləşdiriblər biraz. Bizdə də vizuallaşdırıla biləcək çox yaxşı söyüşlər var. Amma ki, bu o demək deyil də, əgər sən söyüş söyürsənsə, sən səmimisən. Bunun ümumiyyətlə ədəbiyyata, poeziyaya, vizual sənətə, kinematografiyaya heç bir dəxli yoxdur. Heç bir dəxli yoxdur. Sadəcə olaraq bizdə alınmayan səbəbi biz səmimi deyilik. Bunun davamı kimi götürsək kinematografiyanı, indi nə qədər özünü aktiv aktyor hesab edirsən, bu sənə bağlı olan bir məsələdir. Mən %95 aktyoram. Yəni %100 aktyoram. Ya əgər məsələn söhbət Qapqarı podkastından gedirsə, o hobbidir. O hobbidir və formada qalmaq üçün çox yaxşı etüd bir formasıdır. Formada qalmağa çalışmaq üçün əslində deyilən şeirlər də çox yaxşı etüd formasıdır və sən formada qalmağa çalışırsan sadəcə olaraq. Çünki haçansa əlləşdiyim, vuruşduyum o lüks ki, ssenarini mən seçim. Gələn ssenarini oynamaq məcburiyyətində olmayım. O lüksum mənim var. Mən ssenari seçmək lüksum var. O yüzden ölkədə çəkilməyə üstünlüyü vermirəm heç bir halda. Axırıncı çox güman ki Alatava olub 2023-də. Ondan qabaq da heç bir şey yox idi. Sadəcə olaraq uşaqlara, həmən o uşaqlara yox deyə bilmədim. Əsasən karyeram Rusiyada davam etdirirəm hal-hazırda və davam etdirməyi də düşünürəm. Hələ ki bura maraqlı deyil. O zaman bir sual yaranır. Niyə son dönəm çəkilən Azərbaycan filmləri hamısı Emil Quliyevin filmlərinə oxşayır? Elə bil ki, eyni adam çəkib, eyni rəngdir. Kolorist də eynidir elə bil. Elə bil kolorist də eynidir. Və elə bil ki, Emilin o studiyasından, ssenarinin qırağından şəklini çəkiblər. Demək olar ki, hekayəni də
o mənimsəməyə deyini və hətta eyni aktyorları da gedib Həmişə çıxıblar. kimi. Həmişə Niyə kimi. elədi? DJ Turaldan sonra neçə nəfər DJ Turala oxşamaq istədi? DJ Tural uğurlu bir layihədir. Gəlin DJ Tural kimi edək. Emin Quliyevin filmləri partdadır. Gəlin Emin Quliyev filmləri. Onlar elə bilirlər ki, hər şey rəngdir. Elə bilirlər ki, hər şey Eyni aktyordur. Eyni aktyordur, montaj prosesidir. Yəni belə durub dərinə gedəndə, məsələn, Əqrəb mövsümü, hansı ki, wow elədi bizim ölkədə, Əqrəb mövsümü janrında 90-cı illərin Skandinaviyada bəlkə 1000-ə yaxın serialın adını deyərəm. Çox təəssüflər olsun da biz bu günləri deyirik ki, bura üçün yaxşıdır. Bura üçün yaxşıdır nə deməkdir? Bu ya yaxşıdır ya pisdir. Necə aciz cümlədir. Çox aciz cümlədir. Bura üçün yaxşıdır da. Nədir bura üçün yaxşı olan? Əslində təhqir edir bizi. Bura üçün yaxşıdır. Niyə də bura üçün yaxşı olmalı? Niyə ora üçün yaxşı olmasın? Və bir də ki, biz çox qəliz mövzulara qaçırıq axı. Həddindən artıq çox qəliz mövzulara qaçırıq. Adi məsələn, keçən il Deniz Şirin Oscar idi. Sadəcə iki dostun arasında keçən bir dialoq idi ki, mən səninlə dostluq eləməkdən yoruldum. Güncü sadə bir fikirdir və bunun üzərindən film bəlkə bir 30-a yaxın mükafat aldı. Biz əlləşirik, vuruşuruq, hətta detektivlər də, biz ümumiyyətlə detektiv ölkəsi deyilik. Siz baxmayın ki, Elxan Elatlının kitabları satılır, səbəbini də bilmirəm, niyə satılır. Məsələn, oturub fikirləşirsən ki, John Osborne oxudun, Errol Stanley Gardner oxudun, Chase oxudun, Rex Stout oxudun, Agatha Christie qeyib çıxmıram da. Həddindən artıq çoxdur bu günləri, məsələn, Şərq detektivi ümumiyyətlə düşünürəm ki, Avropanı darmadağın eləyib. Honkaku janrı var ki, 100 səhifə oxuyandan sonra müəllif sənə ipucu verir ki, bu 100 səhifədə mən sənə bir dənə ipucu vermişəm, qatil kimdir. Yoxsa davam eləyək. Növbəti 100 səhifədə 2 ipucu verir. Niyə deyil Elxan Elatlını oxuyasan? Valla niyə oxuyasan? Mənə bir səbəb verin. Buna da şükürdür. Valla şükürdür. Məncə Elxan Elatlını oxumaq və oxumamaq arasında şükür yoxdur. Var ora şükürü yerləşdirmək biraz çətin olur. Yoxdur da şükür. Türk və ruslarla işləyirsən. Nəyi fərqli eləyirlər bizdən? Məsələn, bunu başqa bir sualıma da calayım. Maraqlı bir yoldaşım dedim. Dünən söhbət eləyirdik. Mən ona dedim ki, Kamran gələcək, qonağımız olacaq. Bir sual soruşsan nə soruşardın? Sənə maraqlı gələn bu aktyorluq camiasından. Dedi ki, bu maraqlıdır. Türkiyədə Cem Yılmaz bir kino çıxardır. Kinonun PR işi bir bütün podkastları gəzir, bütün verilişləri gəzir YouTube-da, kinosunu Netflix-də çıxardır. İndi Orhan Pamukun Masumiyyət muzeyi çıxıb. Orhan Pamuka əlavə dokumentari çəkiblər. YouTube-da bir neçə yerdə aktyor hazırladıblar. Orada bahalı kostyum məsələsi var deyə Türk Vogue Türkiyə jurnalı üçün çox bahalı səhnə qruplara, yəni səhnədən belə pullar yağır da, bahalı geyiniblər. Altda Dolce Gabbana'nın loqosu olan corab geyinib oğlan PR aparır. Bizdə kino çıxardırlar, lap elə İctimai TV-nin də dəstəyi ilə kinolar. Molların parkinginə vururlar billboard, shopping mollarda belə lightboxlara vururlar. O lightboxlara verilən pul söhbətgahın bir aylıq sponsor puludur. Valla küçəyə tullan, o billboardlarda olan hər şey küçəyə tullanılan puldur. Açığı da söhbətgahın bir aylıq sponsor puludur, ya da qapqaraya gəlib ödənişdə iştirak eləyəcək, ya da söhbətgahda normalda PR komandasında bizim işimiz onu pul alıb danışdırmaqdır da, belə pis çıxmasın sənin də bizim. Niyə onu eləməyib? Sovetdən qalma, Sovet tör-töküntüsü reklam üsullarına əl atırlar. Səncə niyə bu belə olur? Və rus və türklər kinoda nəyi fərqli eləyir bizdən? Bu hal-hazırda Rusiyadan başlayaq. Ölkə blokadada olanda hamı düşündü ki, Rusiya filmi çökəcək. Tam əksinə oldu. Film və incəsənət sahəsində daha böyük pullar ayrıldı. Və ilk olaraq qarşıya qoyulan məqsəd oldu ki, Strugatski qardaşlarının 100 illiyidir. Allah olmaq çətindir. Bunu seriallaşdırın. 8 seriya, sonradan 9 oldu. 4 ölkədə, 4 ay İran, 4 ay Rusiya. Mən digər 2 ölkədə olmamışam. 48 qala tikilib. 48 qala tikilib. Və biz 8 ayın ilk çəkiliş günündə artıq İranda PR kampaniyasına başlamışdıq. Çox maraqlı, məsələn, spoiler da olsa verim. Hər bir ölən qəhrəman durub hansısa müasir musiqi altında rəqs edirdi. Hər bir ölən qəhrəman ondan sonradan paylaşılacaq, amma artıq onu PR kampaniyası da düşünülmüşdü. Bizdə isə başı ümumiyyətlə billboardlar, valla yer tutur billboardlar.
Mən hələ də başa düşmürəm ki, onları niyə var. Doğrudan da ona Vizual çekliliyi idi. Çox vizual çekliliyi idi. Vallahi özümüz indi küçədə çəkiliş eləmək istəyəndə qaçırsan ki, bir dənə bu düşməsin. Niyə lazımdır bu? Və bir də bizdə axı düşünürlər ki, şeydir, bu köhnədən qalma, əgər sənin filmin yaxşıdırsa, o öz tamaşaçısını tapacaq. Vallahi yox deyə belə şey. Vallahi yoxdur belə bir şey. Tamaşaçı bunu gələ görsün ki, Tamaşaçı bunu görsün, tamaşaçının necə önünə çıxasan. Bax, niyə dünənlər, məsələn, bu gün gündəm olan ad çəkmədiyim 2 nəfərin mövzusu öz tamaşaçısını tapır. Çünki o tamaşaçıdan çoxdur bu ölkədə. O tamaşaçıdan çoxdur bu ölkədə. O tamaşaçı heç bir halda nə Cem Yılmazın filminə gedəcək, nə Masumiyyət Muzesinə gedib baxacaq. Masumiyyət Muzesi o qədər mən inanmıram ki, kassa gətirsin. Amma ki, image deyilən bir şey var da, hər şey axı kassa üçün edilmir. Yəni, Masumiyyət Müzesi Türkiyənin imiji üçün gör nələr eləyib. Bizim hansı filmimizi göstərə bilərik ki, Azərbaycanın imiji üçün nəsə eləyib? Bəlkə biraz Əli və Nino kinosu. Robert Redford'un Sundance festivalında ən aşağı qiymət alan filmdir Əli və Nino. Ondan aşağı hələ də indiyə qədər yoxdur. Və ümumiyyətlə, bu hekayəni biz niyə çəkdik? Bunun, yəni bilirsiniz necə, Ryan'ın xilas edilməsi janrında mən düşünürəm ki, müharibə janrında artıq film çəkmək lazım deyil. Ondan oynasın çəkə biləcəksənsə çək. Bunun ənkəsini Spielberg eləyib də. O yanası yoxdur bunun. Romeo Juliet'dan oynasın çəkə biləcəksən, Tristan Isolde'dan oynasın çəkə biləcəksən. Yox, Leyli və Məcnun çəkməmizə, Leyli və Məcnun çək də, əgər çəkə biləcəksənsə yenə də. Bu eyni şey gəlib çıxır. Azər Aydəmirin prodüser studiyası yarım milyona yaxın deməli pul alır Aşquz dövləti haqqında sənədli bədii filmin çəkilməsi. Aşquz dövləti adı dövlət olub. Azərbaycanın müasir torpaqları o torpaqların içində olub, amma onun bizə ümumiyyətlə aidiyyatı yoxdur. Yəni onlar sadəcə burada olublar da. Yəni burada olublar. Vəssalam. Mən sizə təəccübləndirə bilərəm. Azər Aydəmirin filmindən qabaq artıq Elxan Cəfərovun Aşquz dövləti haqqında çəkilən bir filmə hazırdır. Ciddisən? Bəli. Niyəsə Aşquz dövləti haqqında. Niyə hardan bilirəm, mən o filmdə başrollərdən birini oynamalıyım. Aşquz mənəm. Aşquzların da hökmdarı mən idim. Sonra nə oldu, nə olmadı. Taxtdan endirdilər. Sonra taxtdan endirilməli oldum. Ona görə də mən orada o sual vermişdim ki, niyə Aşquz, niyə Aşquz? Şirvanşahlar o Aşquzdular. Yox, heç vaxt Şirvanşahlara gəlməydi, nə bilim. Alban dövləti var. Az tayfaları, Atropatena da çəkilib. Yaxında doğrudan Atropatena da çəkilib. Və eşitdiyimə görə döyüş səhnəsində Makedoniyalı İskəndərin qoşunu ilə döyüş səhnəsində cəmi bir çəkiliş meydançasında dava qırğından sonra 6 at var idi. O döyüş səhnəsində 6 at gətirirlər. Siz deyirsiniz ki, niyə yaxşı filmimiz yoxdur? Bu döyüş səhnəsidir. Döyüş səhnesinə gətirilən atın sayı 6-dır. Bunu niyə? Səbəbini də deyim. Mən gördüyümü deyirəm. Rusiya deyir ki, mənə dövlət 5 milyon ayırıb. Mən evimi satım 2 milyon bunun üstünə qoyum. Banka kreditə girim 3 milyon da götürüm. Bu olsun 10 milyon. Mən 10 milyona yaxşı film çəkeyim ki, mən bir 20 milyon qazanım. Bu biraz bizdə fərqlidir. 5 milyon veriblər, bunu 4 milyonunu necəsə yiyim. 1 milyonu nəsə çəkin. 1 milyonu da çəkəndə nə qədər əlləşirsən ki, Konstantinopol olsun, Aşquz alınır da. Problem bundadır. İstəyirsən ki, Konstantinopol olsun, istəyirsən ki, Şirvanşahlar olsun, istəyirsən Səfəvilər olsun, istəyirsən nə bilim, dayı ağ qoyunla ilə, qara qoyunla ilə. O səbəb nədir də? Bu niyə lazımdır? Deməli, İran götürüb, İranda belə bir sistem var, 10 ildən çoxdur işləkdir. Bir rejissor, burada təhsil və s. də istəyirlər, yəni bir backgroundun sağlam olmalıdır. Götürürsən ssenarini, aparsan banka, ssenarin bəlli bir nazirliklərdən və nə bilim şeylərdən, sansürzat qurumundan təsdiq olunandan sonra sənə ipoteka sistemi ilə, yəni 20 illik, 30 illik pul verir kino çəkməyə. Özü çox da az qalır rahatdır ya almaq. Kinona sərhəd qoyur sənə. Nə bilim, 100 min adam gəlməlidir. 100 min adam gəlsə, sənə pulu bağışlayır dövlət. 100 min adam az gəlsə, sənin o boşluğunu 20 il, 30 il ödəyirsən. Ona görə elə kinolar part-apart çıxır, böyük produksiyonlu kinolar. İlk beşlikdə deyirəm. Biz də götürürük. Məsələn, məsciddə ağlama səhnəsi var idi. Turala paylaşanda demişdim. Bölmənin birinci serisi. Bölmə birinci. Məsciddə ağlayır Allah. İran kinosundan necə götürüblər onu? Yəni o kinonun içində
götürməyiblər. Bəlkə də insanın ağlına gəlir də məscid dağlamaq. Yəni Allah haqqında. Normal böyük şeydir. ehtimalla üçümüz də məscid dağlamışıq. Yəni adamın ağlına gəlir o. Okey də o böyük və yüzlərlə elə səhnəsi olan bir İran kinosunun o boyda serialda bir səhnə qoyublar. Yəni İran kinosu o qədər belə böyüyüb. Bir şey oxumuşdum, onda sənin fikrin maraqlıdır. Deyir, gələcəyə ümidi olan xalqlar tarixlərini çox şişirtməyə başlayırlar. Bu qədər tarix kino çəkməyimizdə Çəkmək istəməyimizdə. İstəməyimizdə. Çəkmək istəməyimizdə. Adi bir söz nəyə götürək? Nə qədər pul ayırıblar Tural? 600 neçə min manat təxmin. Yəni doğrudan da bizim tarixi filmin qiyməti 600 mindir. Bu sualı vermək Əgər bu istəyirəm. varsa da, hətta Aşquz Hə, bizə aid yox. Aşquz varsa. Mən bildiyimə görə də bədii sənədlidir. İndi hal-hazırda mən deyimdə necə olacaq? 4 dənə tarixçi oturacaq hardasa belə bir fonda. Aşquzlar haqqında danışacaqlar ki, o Aşquzlar. Çox güman ki, biri Həsən Həsənovdur, çünki özünün sonuncu kitabında Aşquzlar dövlətinə yer ayırıb. Çox güman ki, elə mənbə də elə onun üzərindən gəlir ki, Həsən müəllimin kitabında. Maksimum 5 dənə müsahibə, bir 5 dənə də at. Mehriban Ələkbərzadənin səhnəsi. bir vaxtlar elədiyi bir şey var idi. Azərbaycan tarixini çəkəndə daha çox sənədli film idi, amma orada bədii səhnələr də olurdu. Tutaq ki, Bakı xanının Rus imperiyasına qarşı olan mübarizəsindən, Bakı xanovdan, Hüseynqulu xandan Sisyanov göz qoyurdu, belə görüşdürdü, bir vizuallar. şeydə səhnələşdirilmiş bir şeylər var idi. Razıyam. Bəlkə də ona oxşar bir şey olacaq, deyə bilmərəm. Amma indi bu HBO Max-da yeni bir serialın, daha doğrusu mövcud serialın başqa bir xətti olur. 7 Çarlığın Krallığı 5 seriyası çıxıb. 5 seriyasına dünən baxdım. Hərəsi 30 dəqiqədir. Bir hekayəni, yəni məşhur bir əsərin bir hekayəsinin bir qolunu 30 dəqiqəyə yerləşdirə bilirlər. Sən orada bu adamın nə zamansa taxta olan bir adamın öncəki bir tarixçəsini bilirsən. Mən hazırda hansı bir layihə üzərində işləyirəm. Çox maraqlı gəlirdi mənə ki, məsələn, Xətai səhər yuxudan durdu, çaldıran günüdür. Durdu, səhər namazını qıldı, bir stəkan çay içdi, nəsə bir qəzəl yazdı. O gün mənə maraqlıdır. Və yaxud Mükəvan Müşfiqə deyirlər ki, kişi saat 4-də gəlirlər, neyik? 4-ə qədər vaxt vardı müşkün. O 4 saatı, 5 saatı görmək istəyirəm. Çox böyük yox, hərəsi bir 10-12 dəqiqə olmaqla, bəlkə də çox da 10-12 dəqiqə. Düşünürəm ki, vertikala keçməyin vaxtı gəlib çatıb. Filmləri vertikal çəkmək lazımdır artıq. Çin artıq elə çəkir, Koreya da elə çəkir və mən də yoxlamaq istəyirəm, görək necə alınır. Bu mənim üçün maraqlıdır. Bu mənim özümə də maraqlıdır ki, Xətai məsələn son 12 saatda nə edib? Yəni bilirsən ki, bu günləri tarix dəyişir də. Sən özün də bilirsən ki, bu gün tarix dəyişir. Və görəsən özünü necə aparmısan, görəsən həmən anda namaz qılmaq necə ola bilər, həmən anda Allahdan nə istəyə bilərsən və həmən eyni anda Allah hər iki tərəfin namazını təsəvvürlə göstərginlə oradan onunla döyüşən sərkərdə, buradan bunun sərkərdələri, mən çox maraqlıdır. Orada dedilər, ya sənə verən Allah, ya mənə verən, görəsən orada nələr olub ki. Mikail Müşfiqi dedin, misal üçün elə 2 gündür onu beynimdə fırladıram ki, məsələn, Sovetlər onu gülləliyirlər də, əslində yaşı da aşağıdır, Sovetlər üçün böyük bir təhlükə də deyildi. Məndə bir dənə şey elədi, bu adam dağlıdır, mənim də bir tərəfim dağlı olduğuna görə dağların diplomatik dili yoxdur da. Buna kimsə nəsə deyib, bala get nə istəyirsən elə, mən beləyəm, yəni sərt cavab verib. Ola bilər. Və o sərt cavabın əsasında onu cəzalandırıblar. Çünki yazdığı şeir də Sovet İttifaqı üçün artıq Sovet möhkəmlənmişdi. Təhlükə deyildi. Heç bir halda bir təhlükəli insan olmayıb da. Yəni baxırsan ki, vizual olaraq da baxırsan ki, 100% deyirsən ki, rusların bir sözü var, serçeyet. 100% həmən dövrdə bir 8 dənə qız paralel çevirmiş onu. 100% bu olub. Dəliqanlı olub. Hə, dəliqanlı olub. Belə 100% həmən məhəllə o qızın yanında kimsə gəlib nəsə deyib. Bəlkə də o qızın zibilinə keçib deyib ki, nə edirsən elə ginə. Sonra da gec olub. Bəli, sonra da gec olub. Çünki Sovet dövründə bu Beriyanın zamanında Beriya özü müxtəlif qadın aktrisalara cinsi təkliflər və şeylər eləyəndə onların həyat yoldaşları var idisə, sevgilər varsa onları sürgünə göndərərdi. Bəlkə də belə bir
təcrübə yaşanıb orada və Mikayıl Müşfiq sadəcə çılğınlığının və ya nə bilim şeyinin qurbanı olub da. İndi biz nə qədər romantikləşdirsək də. Təəssüflər olsun ki, Şirvanşahlar dövlətində də bu var, adını çəkmək istəmirəm. Okay. Hə. Bizdə qəribə bir formada müəyyən personajları fantastik dərəcədə romantikləşdirmək var. Biz onları şişirdirik. Olduğundan da artıq şişirdirik. Lakin real qiymətini verəcəyimiz elə sənin fonda duran Axundovdur, Zərdabidir. Ən çətin dövrlərdə ən mürəkkəb qərarı verib zamana qarşı gəlib də. Çünki nə romantiklikləri var, nə də yazıqdılar. Bizə yazıq personaj lazımdır. Bizə hər zaman yazıq personaj lazımdır. Adı məsələn özümüzdən götürək. Xalq arasında məsələn gəzilən bu şəhər legenda, şəhər əfsanələri var da. Şəhər əfsanələrində gəzən bir məsələn əfsanə var ki, gördün DJ Tural necə nail oldu? Bu ya da oturmuş da kasıb oğlan idi. Məsələn baxırdın ki, heç öz bilinirdi ki, özünə də baxmır. İndi görsən maşallah özünə də baxır, formadadır. Görünər aralara nail olub. Abi özündən götür. Özündən götür. Bunlara yazıq lazımdır. Bu ölkəyə yazıq personaj lazımdır ki, onu qaldıraq dağ başına qoyaq. Məsələn, bu son hekayələrdə, məsələn, adını çəkmək istəmirəm, bu tutulan TikToker. Mən şokda idim ki, onu necə qoruyurdular ki? Necə bir insan qoruyur? Yox, nə var, hansısa bir kasıb üçün pul yığıb, verib. Amma necə verib? Hansı yolla verib? O yığdığı müddətdə elədiklərini sizin övladlarınız görüb. Sizin uşaqlarınız ondan böyüyəcəklər. Ya bu normal, çox normaldır. Bir də məsələnin hüquqi tərəfi var. O pul necə nağlaşdırılır? Nağlaşdırılanda komissiya verilibmi? O tərəfini heç kim düşünmək istəmir ki. O tərəfini heç kim düşünmək istəmir. Hamı bu ölkədə Robin Hooddur. Robin Hood. Hamı bu ölkədə Robin Hooddur. Qapısını döysən bir tikə çörək verməyəcək. Vallahi amma Robin Hooddur. Və Robin Hood olmaq istəyir, özü ola bilmir, kimdə onu görmək istəyir. Kimdə onu görmək istəyir. Heç kim məsələn çox pis bir şeydir ki, bu ölkədə hədəfdir xoşbəxtlik. Xoşbəxtliyi hədəf kimi qoyublar. Məsələn, heç bir halda biz çıxaq küçədə, heç bir halda biz cavab ala bilmərik ki, xoşbəxtlik sadəcə olaraq baxış rakusu deyə. Bunu biz heç kimi başa sala bilmərik. Kamran, şeiri ilk belə kontentə çevirən adamlardansan da. Səndən sonra isə bu biraz belə ultra çox yayıldı. İndi çoxlu belə kameraya baxıb ingilis dilində I love you deyilir. Azərbaycan dilində atam balası zat belə şey belə danışan aktyorlar və aktrisalar var. Şeir bu qədər böyük kontentə çevriləndə özü mahiyyət olaraq zəifləyir səncə? Abi söz deyə bu. Söz təbii ki gücünü itirir. Mütləqdir ki söz gücünü itirir. Söz artıq pul müqabilində deyilməyə başlayanda gücünü itirir. Ən azından deyim ki, mən pul müqabilində şeir deməmişəm, yox, yalan deyərəm. Hətta elə pis şeir demişəm ki, çox pis şeir demişəm pul müqabilində. Və şeiri görəndən sonra da təsəvvürlə şeir sənə təklif edirlər. Şeirdə bəlkə bildiyin 100 səhv var. Nə heca var, nə məsələn sərbəstlə şeyi bir hecanı birləşdirir. Aləm də evdə bir-birinə, xəyam başa düşür mən nədən danışıram. Demişəm məsələn 5000. Deyib okey, yazmışam $. Yazıb okey. İndi yaxşı oğlansan demə şeiri. $5000 pis şeir demişəm. Yalan deməyəcəm. Amma ki yəni şeiri bir sənəcə ümumiyyətlə belə danışaq da qiraət açandan sənət olub. Bədii deklamasiya ifaçısı. Nədir də bu? Təsəvvürlə ki, qapını döyürsən, salam belə kimi, atam haradadır, atam şeir deməyə gedib. Nədir atam görə? Atam qiraətçi işdir ki, şeir deməyə gedib də. Yoxdur belə bir peşə. Valla belə bir peşə yoxdur. Bədii qiraətçi, nədir bu? Yoxdur belə bir şey. Öz şeirlərində desələr, belə, okey. Mən bir dənə söz deyim sənə, öz şeylərini lap pis deyirlər. Niyəsə yazarlar öz şeylərini çox pis deyirlər. Yəni adamlar var, Ramiz Rövşənin şeirindən, Ramiz Rövşəndən daha çox pul qazanıblar. O qədər konsertlər, Çoxdur. Həm də ki, biz şeir demək xətrinə konsert vermək. Nə bilim, sözün varsa konsert ver. Bunun tərəfdarıyam. Amma şeir demək yerinə konsert biraz fərqli şeydir. Ola bilər, onlar bunu da başa düşməyəcəklər ki, şeir demək xətrinə konsertlə, sözün varsa demək xətrinə konsert fərqli şeylərdir. Sözün varsa mən kino çəkməyin də tərəfdarıyam. 100 manata çək, 200 manata çək. Sözün varsa çək. Amma belə baxıram ki, bugünkü bizim heç bir rejissorun, əgər soruşsaq ki, hansı rejissorun sözü var,
Mən bu günləri çox təəssüflər olsun ki, ən bədbəxtçilik burdadır ki, sözü olan rejissor tanımıram. Bədbəxtçilik burada başlayır. Harda itdi o? Bir Harda mesaj itdi? verən adamlarımız harda itdilər? İndi heç kimin mesajı yoxdur. Bizdə ümumiyyətlə mesaj olan hansı filmlərimiz var ki? Bizdə çox olmayıb baxır. Yəni ənənəni saxlamaq lazımsa, ənənəni saxlamışıq. Bizdə sözü olan hansı rejissor olub ki? Elvin Adgözəl, okey. Teymur, okey. Bir, iki nəfər, o da, onlar da çox kaprizli rejissorlardır. Və onların dediyi söz üçün büdcə tapmaq da o qədər asan deyil. Gəvrən məhsuldar olmayıb bir kino çəkib, məsələn bu dediyin adlarda demirəm, amma bir kino çəkiblər. Biz Elvin Biləsuvarla bütün dünyanı gəzib. Amma məsələn bir kino çəkib məhsuldar olmayan adama da Rejissor belə demək. aktiv rejissor deyə bilərik. Məsələn Nolan özünü sınaya-sınaya gəlib, nələr çəkib aktiv də bilirsən ki, bu rejissordur. Bəxtəbəxt alınmayıb. Pişə-pişə gəlib. Bir gəlib də. Amma bizdə məsələn hərdən bir rejissor açıb, dilə bir də gənc rejissor var. Bilirsən nədir? Bir də açırsan bir kinosu var. O gənc rejissor da maksimum Emin Quliyevin filmlərini kopyalavat eləyəcək. Biz niyə? Çünki cəmiyyət deyir axşıydı, Emin Quliyevin filmləri tutur. O da elə bilir ki, həm vizualda tutur, o da elə bilir ki, həm ssenarida tutur, o da elə bilir ki, həm məsələn Emin Quliyev yaxşı məsələn Bıkovu başa düşüb. Bıkovu başa düşüb. Bıkovu yaxşı formada adaptasiya edib bizə və onu təqdim edə bilər. Adamın stilistikası budur. Pis yaxşı adamın stilistikası var. Amma sən nə Bıkov tanıyırsan, dərinə götürünce Emin Quliyevin özünü də tanımırsan. Amma görmürsən ki, bunun filmləri haqqında kommentlərdə yazılır ki, yaxşıdır. Hə, çəkək. Çəkin də. Bilmirəm indi necə cavab verə biləcəksən buna. Müəyyən şeylər var ki, dövlət idarələri var ki, nazirliklər var ki, bu özü əslində lazım deyil. İndi son dövrlər bu büdcə məsələlərlə bağlı bəzi dövlət təşkilatları ləğv olunur da, deyək, ehtiyac yoxdur da. Məsələn, mən düşünürəm ki, Mədəniyyət Nazirliyi nəyə lazımdır? Yəni o nəyi hüquqi olaraq kontrol edir ki, o bizdə çox vacib bir şeydir. Çünki elə hər zaman Azərbaycanda Mədəniyyət Nazirliyi yaranandan bu yana ətrafında həmişə bir skandal, söz-söhbət, bir dənə ajiyataj, bir dənə hansı filmə kino pul verdilər, hansı tamaşa necə oldu, teatrlarda hansı islahatlar keçirildi. Teatr özü bir Azərbaycanda çox yaxşı müstəqil teatrlar var. Halbuki indi Piyuzonun Xaç atasını Azərbaycan dilində eləyəcəklər noyabrda Heydər Əliyev sarayında. İlk dəfə belə bir şey var da. Yəni səhv etmirəmsə Xaç atası dünyada da ilk dəfə teatr. Ziyağa Vidadi Həsənov. Hə, Vidadi Həsənov. Bu özəl teatrdır. Və özəl teatr sübut eləyir ki, sən dövlətdən pul ala bilərsən, amma mən öz tamaşaçımın gücünə çox yaxşı tamaşa edə bilərəm. Bu deməkdir ki, əslində o dövlət şeyini götürsək, çünki dövlət çox pis biznesmendir. Dövlət nəzarətini götürsək və buraxsaq ki, az drama özünü saxlayacaqsan, rus drama özünü saxlayacaqsan, biz daha yaxşı şeylər görmüş olacağıq da. Necə ki, biz özəllərdən bunu görmüş oluruq və ya başqalarından bunu görmüş oluruq da. Səncə belə bir şey bizə bunu məsələn kinonu kontrol eləmək. Kinonu kontrol eləmək nəyə lazım? Nazirlik kinonu kontrol eləmir. Bu məsələn arkadadır. Və gördüyümüz kimi arkada sağ olsun 670.000 ayırdığı film ortadadır. Niyəsə. Hə də yəni hamısında bir dövlətin şeyi var da. Yox, məsələn adi Xaç atasının da Heydər Əliyev sarayında göstərilməyində bilavasitə burada nazirlik lazımdır. Çünki onlar hamısı nazirliyin balansındadır. Və bir də ki, çox maraqlı bir şey var. Mən də əvvəllər məsələn bu fikirdəydim ki, nə oldu ya bu qədər nazir dəyişdi? Bunlar hamısı pis ola bilməz ki. Bəli. Niyə də Bilfəz Qarayev pisdir? Anar bəy gəldi pisdir, Adil bəy pisdir. Sonra başa düşdüm ki, yox. Çünki hamı ilə görüşmüşəm. Hamı çox səmimi mədəniyyətimizin inkişafını istəyirlər. Amma ki, sonradan başa düşüb o qıraqdan baxırsan, bizim o köhnə ulu sənətkarlar. Onlar məsələn düşünürlər ki, hə, nəsə bağı dəyişmək lazımdır. Bir dənə film çəkim. Və yaxud nəsə çəkməliyəm. Və niyəsə nazirlik olaraq yox deyə bilmir. Amma son zamanlar məsələn çox yaxşıdır ki, $2 heç nə çəkmirlər. $2 film verilmir. Çox şükür. Çünki bundan qabaq mənə görə rejissorun limiti var. Rejissorun limiti bitə bilir.
Biz Skorsese'də bunu çox görmüşük. Bəli. O çox misal çəkə bilərik. Bu bir dənə Tarantino'da limit bitmir. Biz bu rejissorlar, okey də siz nə zamansa çəkdiniz, bunun qarşılığını aldınız, okey, o wowlar, o fanatlar, ordular sizi sevdilər. Bitdilər, sizin limitiniz bitib. Bu günlər o köhnə rejissorlardan hansılar ki sağdılar, Allah ömür versin. Niyə onlara film versinlər ki? Orxan Mərdan deyirdi ya, bir Mustafayevdə, Vaqif Vaqif Mustafayevin çəkdiyi kino içəridə bir dənə normal Azərbaycanlı var, o da dəlidir. Bu normaldır. Vallahi bu normal deyil. Yəni o film ümumiyyətlə səhv etmirəmsə kinoteatrda bir dəfə təqdimatı oldu. Deyəsən YouTube-da var idi. YouTube'da da yoxdur. Hə, indi də yoxdur o YouTube-da. Amma heç kim də soruşmur ki, yaxşı o dövlət sifarişi ilə çəkilmiş film, bizim vergimizdən gəlir. Dövlət sifarişi ilə çəkilmiş film niyə yoxdur? Mustafayevin ən yaxşı filmi onun diplom işidir. Xaç haqqında görmüsən filmi? Xaç atası. Yo. Xaç haqqında filmi möhtəşəmdir. Ən möhtəşəm filmi də oydu. Görməmişəm. Vallahi çox böyük rejissordur. Amma ki mən yediyi qaba tüpürən insanları sevmirəm. Kim olur olsun, nə qədər Yəni söhbət orada filmlərində Azərbaycan xalqını göstərdiyi biraz obrazı. kapustikdə, biraz bizi sən bizi niyə belə göstərsən ki? Cəlil Məmmədquluzadədir də. Cəlil Məmmədquluzadə deyir axı. Yəni Cəlil Məmmədquluzadə yazısında eləyirdi 200 il yaşamalıdır ki, Məmmədquluzadə olaya olmaya, o da ki, yenə sual altındadır. Yəni tutaq ki, milli bomba, yerlə göy arasındakı göstərdiyi Azərbaycanlı obrazı Azərbaycanlı deyil, orta statistik. Oxşuyur axı. Oxşuyur. Amma ki, yəni yaramazlıqı da oxşuyur. Belə son filmi deyirəm. Yəni filmdə cəmi bir dənə Azərbaycanlı var, o da dəlidir. Niyə də? Niyə? Amma dəlidirmi? İndi orada rejissor deyir ki, siz onu dəli kimi görürsünüz. Mən onu da sevmirəm də. Yəni deyirlər, mən bu filmi belə görürəm. Bu filmi belə görürsənsə, qardaş, bu filmi də götürürsən, gəlsən oturursan evdə, yandırırsan, özün baxırsan. Məsələn, fransız mənim çox xoşuma gəlir. Niyə müsəlman olmaq istəyirsən? Fransız filmi həqiqətən çox yaxşıdır. Düzdür, eyni paternlardan istifadə edir. Bütün filmlərdə meyxana var, rəqs var. Demək olar ki, eyni aktyorlarla çalışır və s. Amma yəni bu Amma fransız filmində bir mesaj var da. Deyir, millətimə qurban olmayana, bir də siz də millət olun da. Ağır kəlmədir ya. Və o filmlərin heç biri indi televiziyada getmir. Əvvəl o filmlər televiziyada çox aktiv göstərilirdisə, indi göstərilmir. Oradakı Azərbaycanda axı çox oxşarlıq var. Elə fransızın özündə, obrazların özündə. Artıq Mustafayev həmən dövrdə onu sorğulayan insan idisə, Mustafayev artıq onu sorğulayan adam deyil. Ona görə lazım deyil. Əvvəl mən haqq verirdim çəkməyinə. İndi Mustafayev özü onu sorğulayan adam deyil axı. Yəni sən onu sorğulayan adam olduqda biz o əli öpərik. Amma sən sorğulamaya, yəni artıq elə bir personaj, sadəcə olaraq personaj xəttində personaj yaradırsan ki, sən vizual estetikavı saxlayasan, stilistikavı saxlayasan. Yəni ola bilər ki, məsələn, bu ölkədə ağıllı izləyici də var. Bu ölkədə ağıllı izləyici də var. Bu ağıllı izləyici görür ki, sənin sualında artıq səmimiyyət yoxdur. Sənin verdiyin sualında artıq səmimiyyət yoxdur. Məsələn, sən artıq sadəcə olaraq o çayı sıxırsan, o dibi gəlir. Yəni artıq o etapdasan. O etapdasan və o etapda olan gəlib adam deməyə deyir, qardaş, bu pulu mənə ayırmıyor. Vallahi daha mənlik deyir. Və onu istəyirəm. Tez-tez deyirəm, onu bundan sonra da bir 100 dəfə deyəcəm. Ətrafımda hamının əsəblərini oynatmışam bu hekayə ilə. Yenə dedin, yenə məqamı gəldi. Bir gürcü yazıçının romanı var. Bir gün bir kişi oyanır, görür burada bir də balaca budağı var. Budaq oyanıb. Nəsə qıymır onu kəsməyə, suzat verir. Belə ətrafına torpaq, vitamin zat, bu böyüyür. Bütün roman bunun bu hekayəsidir. Avtobusla binir burada ağacla, zadla. Bu yeni yüksələn gürcü nəslini, mədəniyyətini təmsil edir əslində bu ağac. Axırda bu kişinin bütün bədənini, vitaminlərini, kalsiumlarını ki bu ağac alır, bu kişi arıqlayır, ölüm olur. Yenə də ağacı kəsmir. Gedir bir qəbir qazır, özünü belənçini bastırır ki ağac inkişaf eləsin, bu ölsün. Bəzi aktyorlar və rejissorlar da başa düşməlidirlər ki, onlar o çiyinlərindəki ağacı kəsməməlidirlər.
susaraq, öz köşələrinə, yaşlılıqlarına çəkilərək özlərini bastırmalıdılar ki, məcazi mənada. Eyni ağacın çox yaxşı bir hekayəsi var. Həzrət Əlinin çox yaxın dostlarından biridir. Çox yaxın dostlarından birinə deyir ki, zarafatça istəyirsən, mən sənə göstərim səni hansı ağacda asacaqlar. Deyir, göstərə bilərsən, deyir, göstər. Gəlirlər, çıxırlar kənd, şəhərdən də hətta çıxırlar qırağa, göstərir sənə bu ağacda asacaqlar. Və o adam hər gün o yolu gedib o ağaca qulluq eləməyə başlayır. Hətta o adam asılacağı ağaca qulluq eləməyə başlayırsa və hətta sənin dediyin gürcü eninə o ağacın böyüməsini istəyirsə, gəlib bizim ağacları eləyər. Kamran, Allahdan yuxarı nə var? Heç nə. Heç bir halda heç nə. Heç bir halda. İndi Ramiz Rövşən də sual verir. Amma yox, heç nə. Bəs bu sual sənə narahat eləməyibsə, niyə hər yerdə yazırsan? Nə var Allahdan yuxarı? Sənin adından sonra gələn... İstəyirəm cəmaatı narahat eləsin də. Müəyyən elə bir xətti ki, düşündürə biləcək xətti. Oturub sual versin gözü, nə var Allahdan yuxarı? Məsələn, mən bir çox dostlarıma da məsələn bu danışılanda deyirlər ki, hər dərdindən danışır, problemindən danışır. Vallahi ən axırıncı sualdır da o, sənin dərdin, problemin Allahdan böyük deyil. Vallahi Allahdan böyük deyil. Yəni bir də düz qapıdan istə də. Düz qapıdan istə söz verir axı. Vallahi verir. Hamı şahid olmusunuz ki, necə verir. Düz qapıdan istəyənlər var, hansı formada istəyənlər var. Necə səmimi, yəni orada da səmimiyyət istəyir. Bax, gör necə hər yerdə səmimiyyət istəyir. Hər yerdə biz gəlib səmimiyyətə bağlanırıq. Orada da səmimiyyət istəyir. Orada da doğru səmimiyyət istəyir. Amma bu günləri məsələn amma Ramazanda bu günləri sən arada məsələn mən 5 gündə heç o abu-hava əvvəllər deyirdi, Novruz abu-havası yoxdur. Artıq Ramazan da abu-havası yoxdur. O gün bir video görürəm. Bir nəfəri şey göstərirlər, namaz qılır, Allahu Əkbər deyir. Valla mən 8-9 yaşından namaz qıldım ta ki 1-ci kursa qədər və hətta o qədər namaz belə qılmağın həzzində idim ki, atam rəhmətə gedəndən sonra qorxurdum ki, bu namaz zat qılmayıb. Yazıq o tərəfdə birdən incidərlər, onunla namazlarını qılırdım. Bizdə indi elə deyirlər. Yox, sən dediyin şeydir də, bizə öyrədilən Allahdır. Və orada vallahi Allahu Əkbər deyirdim. Bir də video çəkiblər. Oğlan gəlir və səhifəndə nə qədər izləyicisi var, videoda trendə düşüb. Deyir ki, qardaşım, Allahu Əkbər yox, Allahu Akbar. Ərəb dilində K hərfi yox, K hərfi var. Elə ki, batil olmasın namazın. Qardaş, aləmləri yaradan, dadı yaradan, son zamanlar ən çox sevdiyim şey, dadı yaradan varlıq ya da məfhum ya da enerji nədirsə, söhbət edəcək məndən. Bu bizə nə yaxşıyır, dilləri. İctimai şuradır, bu okey demə turalı. Tamam. Yox, bunun daha çox xalq arasında yayılan versiyasını deyim. Allahın izni olmadan yarpaq belə düşməz. O buydu, kainat havada deyən bu. Göyüb yarpağa nə şeyləşmişsiniz siz? Yarpaq. Doğrudan deyirəm fikirləşirsiniz ki, kontrol edilir. Baxın, Nizami ilə Əli-Əsəd Quliyevin kəşfməsində yarpaq düşməlidir, düşdü. Hesabat verir. Nədir də bu? Onlar böyle düşüb gəl. Və qalışqalar qoyulur ki, yarpaq düşdü. Bütün bunlar Allaha kiçilməkdir hamısı. Qarpızdan Allah sözü çıxartmaq, baldan. Yəni bir səncə bütün bu boyda, yəni oturub o adama deyəsən ki, sənin hal-hazırda Tural və sən iradəniz olmadan nəfəs alırsınız. Ürəyiniz döyünür. Buna sizin iradəniz yoxdur. Amma biz bunu möcüzə saymırıq. Yəni hal-hazırda mən iradəm olmadan ürəyim döyünür. Bu mənim iradəmlə olmur. Oyda pomidorda Allahu Əkbər. Əkbər də soğular tapırlar orada. Yəni Allah'la bunu yolu ver də. Əkbəri arət edir səni. Valla. Niyə də bu möcüzələr açan qutarıcı da pomidorda, nə bilim qarpızda. Ac şirdə o vaxtı Bakı Zor Parkında. Yox, bu keçən də belə bir şeydi, bir dənə pişik idi, Bismillah zat deyirdi. Ac şirin, acından ölən şirin qışqırmağını dedi ki, azan verirdi şiir və bunu bir şişirtmişdilər və xüsusən də televiziyalar bu məsələdə xüsusi aktivlik göstərirlər. Son dönəm ötən həftələrdə TikTokda mahnısı birdən-birə hamının
paylaşımında olan, burnunda oxuyan bir xanımı televiziyaların canlı efirinə çağırırlar və ondan bu mahnının sirri haqqında danışırlar. Necə oldu yazdınız və s. və s. Və zaman-zaman Azərbaycan televiziyalarla bağlı mövzular şişir ki, bu nədə eləyirsiniz? Ciddi verilişlər niyə eləmirsiniz? O sözü ki, biz reytinqə işləyirik, televiziya özünü saxlamalıdır. Ona görə biz qeyri-ciddi verilişlərə və ya şou əhəmiyyətli verilişlərə üstünlük veririk. Başqaları isə deyirlər ki, yox, bundan qabaq televiziyalar başqa bir iş görürdülər. Onların missiyaları var idi. Gətirirlər misalı Sovet dövründən, hansı ki televiziyanın əsas missiyası propaganda idi, təbliğat üzərində qurulurdu. İndi sən də televiziyada artıq bundan öncə dövlət televiziyasında, indi isə özəl televiziyada çalışan biri kimi. Televiziyanın missiyası qalıb, yoxsa nədir onun missiyası? İndiki vaxt televiziyaların missiyası nədir? Nə iş görürlər? Yenə də məsələn o ucuz fikri hər bir halda bütün prodüserlər nəsə bunu deyir. İndi bizdən bunu istəyirlər. İzləyici bunu istəyir. Vallahi izləyici bu qədər axmaqdır, bunu istəsin. Yəni sizin verdiyiniz budur. Bu günləri hər şey rəqəmlərdir. Bugün hər şey rəqəmlərdir. Bizim məsələn adi özümüzü götürürəm, Baku TV, adi məsələn qapqarı verilişi. Elə bir verilişimiz var ki 800.000 baxışı var, elə veriliş var ki 30.000, 20.000 baxışı var. Biz baxış dalıca qaçmırıq. Biz reyting dalıca da qaçmırıq. Bu bizə maraqlı deyil. Heç bir halda əvvəlcədən bu image layihəsidir. Bu image layihəsidir və hər bir halda doğrudan da bizə rəqəm maraqlı deyil. Amma ki bu yəni bu qurşaqdan aşağı da deyil. Qurşaqdan necə deyək ki, lap belə bizəcə üstünə düşsündə. Sağa dönürsən. Yəni sağ dip. Belə də sağ dip. Amma rəqəmlərə bax. Bir Alman filmi var idi, Beyinlərin Yuyulması. Filmin adı belədir. Məşhur Alman televiziyasında işləyən bir prodüser mənasız şoular eləyir. Günlərin bir günü qəzaya düşür. Sevgilisinə bərabər narkotikin təsiri altında və ona komada olduğu müddət ərzində o verilişdə çəkdiyi iyrənc adamlar ona hücum edirlər bunun komada qaldığı müddət ərzində. Bu ayılır komadan və deyir ki, mən dəyişəcəm reytinqləri. Reyting aparatlarına müdaxilə eləyir və reyting aparatlarında bu heyvanlar aləmi və digər verilişləri qaldırır yuxarı. Və əvvəl insanlar şeyə baxırdılarsa, tutaq ki, ucuz şoulara baxırdılarsa, bu beyinlərin yuyulmasını göstərir ki, əslində siz nə göstərirsinizsə, bu da oturur ona baxır və ya baxmır. 300 dənə cihaz var da Tural. Hə. Yəni 10 milyonluq əhalini 300 cihaz müəyyən edir. 300 cihaz reyting müəyyənləşdirir. Ya o 300 nəfərdən 10 nəfəri bir seriala baxıbsa deyirlər ki, bu uşağın reytingi 20-dir. Bəli. Bu da bir absurddur, bu da bir gülməlidir. Ümumiyyətlə yəni düşünürəm ki, bu günləri TV niyə var ki? Valla çox böyük büdcələr xərclənir TV-yə. Yəni dövlət kanallarını götürsək, hamısı bir yerdə yəqin ki, bir 40 milyona qədər olar. 40 milyona görə nə qədər film çəkmək olar? 40 milyona görə nə qədər podkast çəkmək olar? 40 milyona görə nə qədər insanı maarifləndirmək olar? Ən azından söhbətgahda 3 dənə kitab məsləhət görsələr ki, bu kitab sizin nə verəcək? Vallahi gündəlik TV-nin proqramından yaxşıdır. Yəni biz tanıdığın adamlardan sən sabah üz-üzə gəlirsən onlarla. Amma verilişdə baxırsan, deyirsən ki, mən bu adamı görsəm salam vermək istəmirəm axı. Və nə yaxşı ki, yox deməyə də öyrənmişəm. 40-dan sonra insan yox deməyə öyrənir və salam vermirəm. 40-san? 40-ı keçib. Hətta çox deyir, 50-yə yaxınlaşır. Doğrudan deyirsən. Vallahi. Niyə qocalmırsan? Sən də narahat. Niyə qocalır? Ad günündə gəlir. Bir şey qalmır. Nədir hədəflərin? Mən hədəf qoymuram ki, mən bugünün hədəfini heç qoymamışam. Ümumiyyətlə, hədəf maraqlı deyil artıq. Heç bir hədəfim yoxdur. Yəni, hədəf anda qalmaq, yaxşı xoşbaxt prizmalar tapmaq, kiçik şeylərə sevinmək. Son zamanlar içimdəki uşağı mükafatlandırmağa başlamışam. Bir müddətdən sonra başa düşürsən ki, içindəki uşağın istəkləri var. Bu hədəfdir. Amma o istəklərin alınması prosesi
məni xoşbəxt eləyir. Nə istəyir içindəki uşaq? O çox böyük şeylər istəmir ki, onun bir dənə dərdi zikri krasovkadır. Fərqli krasovkalardır. Və o alınma prosesi məni xoşbəxt eləyir. Alınma prosesi xoşbəxt eləyir və o uşağı dinləməyə başlamışam. Uşağı dinləyəndə çox maraqlı olur. Onda yenə küləyin səsi musiqiyə çevrilir uşaqdakı kimi. Yatanda fikirləşirdi, o vıyıldayırdı, küləyə oxşayırdı. Yenə eyni proseslərə, eyni dövrə qayıtmışam. Yaxşıdır. Bax, krasovka dedin, sən hüquq oxumusan 4-5 il. Hüquqdan sonra necə oldu ki, sən Anamın arzusuydu da. Dəyişdin. Anamın arzusuydu hüquq oxumaq. Həddindən artıq çox istəyirdi hüquqşünas olum. İki ya şərqşünas, ya hüquqşünas. Bir dönəmi çox absurddur. Yəni arvadı çox qılamayan 3 sinif oxuyub. Amma məni oxutdurub, ona görə əllərindən öpürəm, o dünyada da olsa. Anamın arzusuydu. Peşman da deyiləm. Yəni ən aşağısından oradan bilirəm ki, Hammurapi qanunları necə olur, Manu qanunları necə olur, Talyon prinsipi nədir, ümumiyyətlə Roma hüququ necə yaranıb, nədir, nə deyil, dövlət və hüquq nəzəriyyəsi. Bütün bunlar mən bunları keçməli idim. Allah belə bir puzzle qoymuşdu ki, sən bunları keç, bunlar sənə lazım olacaq. Məsələn, oturub öncə fikirləşirdim ki, mən niyə məktəbdə fars dilini oxumuşam? 11 il hamı getdi ingilis dilini oxudu, mən getdim fars dilini oxudum. Niyə mənə lazım idi bu? Bu günləri görürəm ki, məsələn, mən bütün son 2021-ə qədər bütün kastlarda, Rusiyada mən İran aktyorlarına məğlub olurdum. Sonra oturdum fikirləşdim ki, mən bunları məğlub oluram, mən bunların dilini bilirəm, mən gəlmərə bunların təhsilini alım da. Durdum, gördüm, məsələn, Tehranda fars dilində rahat oxudum, başa düşdüm ki, niyə fars dilini mən öyrənmişəm. Yəni, valla, o kişidən yapışanda, deyəndə ki, mən idarə eləmək istəmirəm də, yəni yorulmuşam, doğrudan da idarə eləmək çətindir, valla çətindir. Sən özün bir zəhmət mənə idarə elə, arada mənə nəsə göstər, mən başa düşüm ki, bu səndəndir. Çünki biz biraz çiğ süd əmişik. Arada elə bilərəm ki, mən özüm eləmişəm, quduraram. Olur, başıma gəlib belə şeylər. Yəni, 55 dərəcəsiz də oturmuşuq, sən mənim yerimə ol. Burada Jennifer Connelly oturub, qabağında Fyodor Bondarchuk oturub, burada Kalagriv oturub, burada Bizrukov oturub. Mən qudurmayım, neyiniyim? Oturdum, fikirləşdim ki, mən bunu elədim. Sonra özümün öz ağzıma vururam ki, sən kimsən, bunu eləyəsən? Sən Sovetskidən azdıramanyanı ilə üzü aşağı düşən, piyada düşən adamsan 20 yaşına qədər. Sən kimsən ki, Jennifer Connelly yanında deyəsən ki, bunu elədim? Valla, mən sayızımı da bilirəm, mən öz razmerimi də bilirəm, mən öz xəyallarımın hara qədər olduğunu da bilirəm. Mənə qalsa, mən müəyyən yerə qədər xəyal eləyərəm. Amma deyir, axı, sən kimsən müəyyən yerə qədər? Bu xəyalı sənin içinə mən qoymuşamsa, bu istəyi də sənin içinə mən qoymuşamsa, bir zəhmət istə. Mən təsəvvürlə filminə baxıb, mən Bizrukova görə kinematografiya gəlmişəm, mən Bizrukovla WhatsApp-la bir danışıram. Mən bu yatıb yuxuma girməzdi. Vallahi yatıb yuxuma girməzdi. Hə, briqadaya baxıb kinematografiya gəlmişəm. Briqadadan sonra kinematografiya sevgisi yaranır. İndi müəyyən məsləhətləri Sergey Bizrukovdan alıram. Və yaxud gecə saat 3-dür məşq edirik ki, sabah bu səhnəni oynayacaq bir yerdə. O yerində bir sənəcə adam başa düşmür, nə baş verir. O yerində başa düşürsən ki, bu mənlik deyil də, hardan baxsan mənlik deyil. Mən bunu eləyə bilmərəm. Yəni, mənə qalsa mən gedib Bizrukovun ünvanını tapa bilmərəm, harada yaşayım. Vallahi tapa bilmərəm. Amma ki, təslimiyyət, yəqin ki, bunun adı təslimiyyətdir. Gəlin bunun adını təslimiyyət qoyaq. Amma müəyyən bir dövrə qədər biz valideynlərimizin arzularını yaşayırıq da. Tutaq ki, eyni hekayə mənim valideynlərimlə bağlı idi ki, mən İncəsənət Universitetinə getmək istəyirdim. O vaxt ssenari fakültəsi var idi, ssenari yazma fakültəsi var idi. Onlar da ki, yox, sən Bakı Dövlət, hüquq oxumalısan, nə bilim, mən getdim tarixə girdim. Tarixi də deyirdilər ki, bəs Ulu Öndər həmin fakültəni bitirib, hamısı şeydədir. Bitirməyimə az qalmış, atam dedi ki, bəlkə MTN-də işə düzələ bilərsən, tanışlar var və s. Dedim, kişi, bəs istəmirəm də. Hərbi xidmətdə oldum, dedi ki, bəs şeydə qala bilərsən, sərhəd qoşunlarda qal. Hər zaman bizi formada görmək istəyiblər, niyəsə? Bizi vəzifə və forma. Mənim valideynim indiyənə qədər bilmir ki, mənim işim forma olaraq nədən ibarətdir də. O deyir, bir kabinet olmalıdır. O kabinetdə kimsə sənə çay gətirməlidir. Dövlət babanın belə də himayəsində olan bir şeydir. Amma müəyyən bir dövrdən sonra biz dedik ki, öz həyatımızı yaşayaq. Bizim efirə bir dinləyici çıxmışdı. İxtisasca stomatoloq idi, amma həm də sahibkar idi. Dedim, bunun nə əlaqəsi? Dedi, stomatologiya atamın arzusuydu.
7-8 ilini xərcləyib ki, stomatoloji diplomunu alsın. Sonra atasına deyir ki, al atası. Bu mənim diplomum. İndi mən getdim sahibkarlıqla məşğul Abi ən böyük problemi sənədir. Hal-hazırda düşünürəm ki, biz eyni dövrün uşaqlarıyıq. Bizə xoşbəxt olmağı öyrətməyiblər. Bizə xoşbəxt olmağı öyrətməyiblər. Biz ömür boyu bizim qabağımıza xoşbəxtliyi hədəf kimi qoyublar həmişə. Və xoşbəxt olmaq üçün bunu eləməlisən. Forma geymək, xoşbəxt olacaqsan. Dövlət babanın xidmətində olacaqsan. Cibində pulun olacaq. Bax gör, hamısı bunun heç birinin xoşbəxtliyə dəxli yoxdur da. Amma bizə xoşbəxt olmağı öyrətməyiblər. Oğluva öyrədirsən. Öyrədirəm. Hətta bir sənə necə öyrədirəm. Məsələn, deyirəm ki, mən 23, deyir ki 20 yaşı var, deyir ki, mən işləmək istəyirəm. Deyirəm, yox. Deyirəm, sən elə bilirsən ki, gəzib qutarmısan. Gəzib qutarmısansa, bir zəhmət bir 5 ildə mənim yerimə gəz. Mən onları gəzməmişəm. Təhsil almağa hər zaman vaxtın olacaq. Bir nə mənim o acığımı çıxda, yəni bir 5 il mənim üçün də gəz. Ola bilər kimsə qınayar ki, yox, o bu belə olmalıdır, mütləq yox. Mən qınamıram, istəmirəm, lazım deyil. Qoy uşaqlığını çəksin, qoy cavanlığını çəksin. O da ilk dəfə övladdır, mən də ilk dəfə atıyam. Və ikisimiz bir-birimizdən öyrənirik. Amma niyəsə mənim biçimdən məsələn gəlirik bunu demək ki, sən 1-3 il, 4 ildə biraz gəz, dolaş. Bax ora, bax bura, rahat məşqini elə. Məsələn, başqa ölkədə, amma disiplinimiz önəmlidir. Disiplinimiz önəmlidir. Məsələn, sən yarışların varsa, yarışa hazırlaşırsan. Yarışa hazırlaşmırsansa, okey. Sən hal-hazırda işin, gücün mənə lazım deyil. Disiplindən sonra zaten hər şey rahat. Özün disiplinlisən? Çox disiplinli. Məsələn, disiplinliyəm deyəndə nəyi nəzərdə tutursan? Yəni necə idi o? Kim əl çəkər, ölü əl çəkər, motal əl çəkməz idi. Məsələn, mən hədəfimə doğru getməyi bacaran biriyəm. Mən bilirəm, mən yaxşı aktyor deyiləm əli. Mən bunu bilirəm. Amma mən səbəb salıram. Mən buna inanan adamam. Mən səbəb salıram və mən Allahın ədalətinə inanan adamam. Bu ölkədə mənim yaşlarım arasında bir top 30 olsa, mən bəlkə top 30-da ya 29-da olaram. Mən bunu bilirəm, mən bunu çox gözəl bilirəm, mən bunu çox bomba bilirəm. Bəxti gətirən aktyoram, mənə bəxti gətirən aktyoram. Amma ki, bəxt həmişə güclərin tərəfində olur. Bəxt ömür boyu güclərin tərəfində olur. Mən bunun üçün bir sənə qədər səbəb salmışam. Mən bunun üçün hamı səhər saat 6-da yatmaq istəyirdim. Mən səhər saat 6-da, biz bu arada Tural'la da danışmışıq. Mən idmanımı eləməliyəm, nə olursa olsun. Nə olursa olsun. Çünki istənilən an zəng gəlir və Rusiyada belə deyil. Rusiyada ilk olaraq səndən soruşulan sual ki, hal-hazırda bədəninin yağ faizi neçə faizdir? Yes. Hə. Oturub avtomatik şəkil göndərəsən ki, mən bu formadayım. Yəni, mən Rusiyada gələndə başa düşürdüm ki, yəni mən burada zəif aktyoram, mən orada nə edəcəm? Amma gəldiğimdə başa düşdüm ki, okey, bunlar hamısı məndən güclüdürlər, hamısı belə rahat şəkildə Stanislavski metodikasını nəyi var bilirlər, Çabakı bilirlər, Meisner'ı bilirlər, Lee Strasberg'ı bilirlər. Aktyor olaraq hamısı məndən güclüdür. Vizual olaraq mən onlardan maraqlıyım. Kino vizual sənətdir. Maksimum rejissor özünə əziyyət verib mənə çəkər. Amma bunun üçün nə etmək lazımdır? Bunun üçün sənin vizualın maraqlı olmalıdır hər zaman və sən hər zaman formada qalmağa bacarmalısan. Haçan vizualın maraqlılaşdı? Sən mənə maraqlıdır o. Mənim paltar dəyişikliyimlə bağlı səhnə yadımdadır. Mən qara şalvar, qara ayaqqabı, qara tişört geyinmişəm, məsələn 6 il müddətində. Heç nə olmayıb başqa geyindiyim. Tural'la İstanbulda biz çəkili söhbətgahla bağlı çəkiliş edirdik. Tural qayıtdı mənə ki, "Ola sən niyə belə geyinirsən? Olar sən biraz belə mən əl gəzdirim." Mən orada danqələdi ki, mən heç fikir vermirəm xarici görünüşə ki, biraz belə şeylər sonra indi nigar əl atdı biraz indi. Sən başa düşürsən ki, bu şuur altıdan gələn bir şeydir. Sən o giyimi dəyişməklə sən həmən günün olan mudunu da verməyə başlamısan. Bugün səhər həyat yoldaşım geyindirib. Bu mütləq. Yormuram özüm. Sən də necə oldu? Məsələn, mən bu günə fikirləşdim ki, məsələn, adi deyirəm ki, bu günləri məsələn söhbətgaha gedirəm. Qoy insanlar mənə plüşovu bilsin. Belə yumşaq. Ona görə bu gündür. Yəni, bu
azadlıq geyimdən başlayır da. Yəni biz elə bilirik ki, bizdə azadlığı biraz belə xaotik bir şey var. Mən bizə o başlanğıc çıx nöqtəsi maraqlıdır da. Başlanğıc Azərbaycanda hamı sırğa başlanğıc taxmır. qazanmağa başlayandan Hamı sırğa sonra taxmır, hamı nə bilim qazanmağa başlayandan sırğa heç, sırğa nə oldu? Yəni sırğa ilk olaraq deyim necə olub sənə. Sırğa 2013-cü ildə tərk edilmiş filminin gəldim kastına Türkiyədə. Çox kiçik bir rol verdilər ki, mənə bunu oynayarsan. Dedim, mən bunu oynamaq istəmirəm də. Orada yaxşı rol var, çirkin, mən onu oynamaq istəyirəm. Dedilər, onu təsdiq olublar da. Dedim, mən onda oynamıram. Gəlmişəm Türkiyəyə, qalmağa yerim yox, bir şeyim yox. Gəldim probanı, hələ mən çirkini çəkdim, göndərdim. Asistan yazır ki, Kamuran bəy, başqa bir karakter istəmişdik. Dedim, yoxdur, mən başqa karakter oynamıram, bunu oynayıram, verirsiniz, vermirsiniz, çıxıb gəlirəm. Yox, yönetmek bunu baxmayacaq. Yönetmen, rejissor buna baxmayacaq, çünki bu təsdiq olunub bu rol, mənfi qəhrəmandır. Və filmdə də heç kimin adı yoxdur, hamısı var, məsələn, zəngin, çirkin, belə bir filmdir, tərk edilmiş. Necəsə olub, rejissor baxıb və mən o rolu təsdiq edilər, hər şey belə başladı. Və dedi ki, qulağında sırğa istəyirəm. Qulağında sırğa istəyirəm, dedim, okey. Ya İstanbul'un yağışdan nə qorxusun, nə hal-hazırda bu dəqiqə mən üç sənəcə yapışmışam. Variantım yox, yapışmamaq variantım yoxdur. Hər şey buradan başlayıb. Film oynanıldı, qutardı. Sırğanı çıxartmaq istəyəndə geyim rəssamının otağındayım. Gördüm ki, stolun üstündə kitablar var. Həllac Mənsur, İdris Şah və üçüncü bilmirəm hansı sufi alimin kitabı idi. Necə belə səhifəni açdım, baxdım ki, sırğanın simvolik mənalarından daşıyırdı. Ki, Allaha qul simvolizə edir. Bu əlim belə qulağımda qaldı. Çox uzun sırğa idi orada. Dedim ki, qulağım boş qalmasın. Birdən çox şey oldu ya, yəni ki, birdən mən sırğanı çıxarsam qul olmaram. Belə çox bir axmaq bir fikir keçdi ağlımdan və həmən gündən sırğanın hər dəfə vizualı dəyişib, amma sırğa heç və qulağımdan çıxmayıb. Və sırğanı çıxarmağı da düşünmürəm. Maraqlı hekayə. Düşünmürəm, amma yenə çox adi bir şeydən gəlib. Necəsə orada bir işarə oldu mənim üçün. Mən işarələrə inanan adamam. Mənə elə gəlir ki, rabitənin bir növü də işarələrin özüdür. Axırıncı dəfə açan rabitədir. Dünən Teslanın 369-unu oxuyurdum. 10 telefonumun WhatsApp-ı bağlandı. Ümumi WhatsApp-ım da 369-dur. Eyni oxuduğum anda 369-dan 369 açdım, yəni WhatsApp açıldı. Dünün var burada bir şey, geri bu 369-a girək görək nə var, nə yox oralarda. Ümumiyyətlə, əbcədlə, rəqəblərlə aram yaxşıdır. Bu 369 belə çox belə şey vurdu, belə şillə vurdu üzümə ki, 369 və eyni anda baş verdi bu. Belə üst-üstə düşdü. Nə oxuyursan? Hal-hazırda çox bomba kitab oxuyuram. Yəni olur ya, o ana gəlib düşürsən ki, ayda bir dənə geyim o kitabını oxutarım görüm nə oldu. Bəlkə oxumusunuz, əgər pişiklər olmasaydı. Kitab bizəcə başlayır. 4-cü stadiya xərçəngsən, 4-cü etapdasan və sən ölürsən, 6 ayın qalıb. Girir içəri ki, mən nəyə çatdırım, mənim 6 ayım qalıb. Qapıda ölür, bir nəfər içəri girir, öz şəklində. Öz şəklində, amma çox müasir geyimdə. Deyir, yəni, düşünərdim ki, Vakamuradır səfərimizdə, Yapon yazardı. Deyir, düşünərdim ki, bu mənim əkizimdir, girir içəri deyir, bir səndə var, mən səninlə uzatmayacağım, mən iblisəm, gəl belə eləyək. Sənə nə qədər deyiblər qalıb ömrü və deyir, 6 ay, deyir, yalan deyiblər, bir həftən var. Bir həftən var, amma mən bu vaxta kimi 107 bu müqavilədən istifadə eləmişəm, bu 108-ci müqavilədir. Hər gün dünyada bir şey itəcək. Və onun müqabilində sən bir gün artıq yaşayacaqsın. İlk olaraq telefondan başlayır, mobil telefondan. Mobil telefon itir və sən bir gün artıq yaşayırsan, amma sənə icazə verir ki, mobil telefondan kiməsə zəng eləyə bilərsən. Təbii ki, ilk sevgisini yığır, sonra geyir onu gözləyir, mobil telefon olmamağın nə pisli zəng eləyib deyə bilmirəm, hardasan. Gözləyirəm səni. Və sonradan mobil telefonun olmamağının üstünlüklərini sayır. Hələ ki, o etapda qalmışam, mobil telefon itib. Niyə belə hekayə yoxdur bizdə? Çünki mən oğlumla çox bomba hekayədir. Mangaların üzərindən danışanda o belə bir kitab tövsiyə edir. Mangadır, Yapon mangasıdır. 8 tondan ibarətdir. Müəllifi ölüm yatağında olanda dostuna danışıb ki, bax belə apararsan hekayəsi. Ölüb bu adam hekayə aparır və hekayələri danışırsan,
Elxan Eladlı var da bizdə. Hə, deyirsən ki, oyda bu nə hekayədir? Tutaq ki, indi Netflixdə də var. Bir Yapon animesidir. Onun hekayəsi həkimdir. Yapon həkimdir. Almaniyada həkim olaraq çalışır və onun bir seriya qatili, xilas etdiyi seriya qatilinin arxasınca getdiyi bir hekayədir. Və hər zaman bu sual yaranır ki, qardaş, bizdə niyə belə hekayəni yazmırsınız da? Mən məsələn indi Spruta baxıram 7-ci mövsümdə. Birdən-birə beynim çöndü ki, bütün mövsümə baxacağam. Kataniyədən sonrakı mövsümlər ümumiyyətlə məndə bir şey açdı ki, biz o mövsümləri deməli olar ki, baxmamışıq. Hamı Kataniyənin ölümünə. Biz Kataniyənin ölümünə qədər baxdıq. Hə, Kataniyənin ölümünə. Biz Kataniyədən öldük. Yas saxladı o Çakırın ölümü kimi bir şeydir də bizdə Kataniyənin ölümü. Deməli, amma ondan sonrakı hekayəyə baxırsan və deyirsən ki, qardaş, burada yəni dövlət, siyasilər və mafiyanın içərisindəki qaydalar, Siciliyada olan daxili insanların qaydaları, bir-biri ilə münasibətləri bir hekayədir. Və sonra qayıdırsan Bakıya, Azərbaycana, deyirsən, bu hekayələr burada var da. Amma bu hekayəni heç kim yazmır. Aşquz yazırıq. Hə, vallah. Billah. Hə, düpədir. Heç briqada da yoxdur da bizdə. Yoxdur. Briqadadan daha yaxşı hekayələrimiz olub, daha yaxşı dostluq hekayələrimiz olub. Yəni söhbət sırf kriminaldan getmir də. Yazmırıq. Abi Elxan Eladlı alınır bu ölkədə. Sən belə hekayələr oxusan. Məsələn, bu ölkədə ən az satılan kitablardan biri Balaca Şahzadədir. Dünyada ən çox satılan kitablardan biridir. Və mən istənilən belə bir kitabdan hal-hazırda da məsələn, əgər pişiklər olmasaydı, paralel yenə Balaca Şahzadəni oxuyuram. Çünki həddindən artıq, ümumiyyətlə, bütün kitabları niyəsə paralel Balaca Şahzadə ilə oxuyuram. Çünki o mənim yadıma salır ki, bir də görürsən, mən böyüyə bilirəm. Yəni, gündəlik qayğılar səni böyüdə bilir, amma böyüməyi də istəmirəm. Balaca Şahzadə mənim əlimdən dartıb aşağı sala bilir. Nə yaxşı ki, belə bir kitab var. Yəni, təkrar o... Təkrar mütləqdir. Balaca Şahzadə çox müqəddəs kitabdır mənim üçün. Balaca Şahzadə məni oyada bilir. Balaca Şahzadə mənim əlimdən tuta bilir ki, bir dənə özümə gəl. Bir dənə özümü yığışdır. Yəni, okey də. Yəni, biz elə bilirik ki, biz böyüdüksə. Yox, mən böyümək istəmirəm də. Yəni, qarşıma qoyulan məqsəd budur. İstəmirəm böyümək. Mənə maraqlı deyil böyümək. Yəni, mən gündə 2 saat böyüyərəm. Böyüdüm, ev qayğıları falan filan, sonradan qayıdım. Məişət sənə sıxar 2 saat böyüyəm. Günə 2 saat böyüyüm, bəsdir. Sonradan qayıdım, öz kitablarımı oxuyum. Yəni, ağılsızlıq eləyim deyim, krasovka axtarım, baxım nə var. Sən sıxmır. Məsəl üçün bu şeylərdən, məsələn mən təkliyə meylli adamım da. Tək oturaram, uzun bir kitab oxuyaram. Bayquş. Şənbə günü gələrəm. Mən anam həmişə deyir ki, sən bayquş kimi niyə tək oturursan? Uşaq vaxtı. Bəlkə də oradan keç, bilmirəm. Mən şənbə günü gələrəm, burada tək işimi görərəm, ssenarimi yazaram, nəsə bir reels hazırlayaram, söhbətgaha, kitab oxuyaram, nə isə vərəqlayaram və s. Müəyyən bir şeydən sonra, dövrdən sonra mənə ətraf, yəni burada baş verənlər ki var, ətrafda baş verən, hamısı sıxıcı gəlir. Ki yəni adam gedir və adam deyirəm ki, oyda sən xəbərin yoxdur, sən bir dənə komediya film var, sən öləcəksən, sən nə bilim gey olacaqsan falan. Oğlan şeyləri proqnoz verir, bir komediya filmidir. Ki sən deyirsən ki, sən gedirsən, belə gic-gic hərəkətlər edirsən, əlində nə bilim canlıva zərər verən bütün hər bir şey var. Amma sən unudursan ki, dünyada bax bu da var da, bu nemət də var. Bu nemət demək daha doğrudur. Məsələn, bu kitab var, bu məşq var, bu insanlar var. Arada səhər reelslərə baxıram, deyirəm ki, oyda Tural sıxılmadı cəmaata bunu öyrətməkdən, baş salmaqdan. Abi sən hələ də çalışırsan, sən hələ də çapalayırsan. 16 ildir mənim verilişim onun üzərində gedir. Sən hələ də çapalayırsan ki, bu kitab oxuyun, bu vərdişlərdən yapışın, bunu eləyin, bunu eləyin. Abi mən boş buraxmışam. Mən bir sənə edirəm, deyim sənə, bu gülməli görünə bilər. Məsələn, Rianbirin, məsələn, yantarna kislata, sonra çeliabrelizin, bunlar beyni daha kognitiv funksiyaları daha yaxşı işlətməyə çalışırlar. Onu bir sənə niyə içirəm ki, mən özümə daha da maraqlı olum. İstəmirəm maraqlı adam qaradı, lazım deyil. Mən ümumiyyət həyatımda artıq adam istəmirəm. Mən nə qədər insan tanıyıramsa mənə bəs eləyir. Bundan artıq adamı tanımaq istəmirəm. Bundan olan adamları niyə görə tanımaram, o da iş əlaqələridir. Okey, gəldik, reklam müqaviləsi bağladıq, salam, sağ ol. Otur insanı tanı, nə bilim, mən buna güvənməliyəm, nə etməliyəm.
Niyə bu qədər? Vaxt istəyirəm. Ya vallahi niyə bu qədər? Vaxtım Niyə gedir. bu qədər ciddiləşdirirəm? Mən ona qədər geyib otururam da 10 səhifəmi geyim görüm pişiklərin axırı nə olacaq. Mənə lazımdır bu. Vallahi lazım deyil. Vallahi artıq adam istəmirəm. Artıq adam istəmirəm. Bu Ona müasir görə mən Mir Nadiri çox istəyirəm abi. Mir Nadirə baxıram, Mir Nadirə artıq adam lazım deyil. Mir Nadirə özü çox maraqlıdır. Mir Nadirin həyatında mən varam da. Mir Nadirə məsələn özü də maraqlıdır. Məsələn Mir Nadirlə danışanda o günlər fikirləşirdik ki, danışırdıq ki, biz seri qatil olsaydıq necə seri qatil olardıq. Mən belə seri qatil janrını çox sevirəm. Demək olar ki, hər şey. Mir Nadirdə amma seri qatil tipi var. Mir Nadir gör şanşız ola bilirsiniz sən. Mir Nadir hətta mən ona çox inanıram amma mən hərdən biz Abi nəyə inanırsan? Yo, hə. Mən hərdən Mir Nadirlə oturub belə içəndə mən belə arada şübhələnirəm ki, bu öldürüm. Mən ondan həmişə insanın çox olduğu yerdə içməyə çalışıram. Həm də çox ağıllı adamdır deyə. Amma eləyə bilər. Abi hələm o tutmam mümkün Yo, olmaz. Mir Nadirin özdə 50-də iş qabiliyyəti var, torpaqsat qaza bilir də, kənd uşağıdır. O yəni özdə Beyinzadı da tanıyır axı. Mən ona söhbətdə olmuşam da. Həkim kimi də böyrək belə gəl. O hardan vurmaq lazımdır. Abi Amiglavadan girəcək oradan nə bilim nə. Zarafat eləmirəm. Amma mən sənin sözünə bu ölkənin Mir Nadir kimi seri qatil ehtiyacı var. Özə favoritdə gizli soyuducuya qoyar adamı, bildin arxadan. Abi satar adamı. Yəni çox gözəl satış qabiliyyəti də var. O satar. Buradan Mir Nadiri salamlayırıq. Bu arada Mir Nadir bizim söhbətgahda qonaq olub podkastımızda. Videosu da çıxsın ki, Çox maraqlı keçid adamdır eləyib abi. videolarına. Çox maraqlı adamdır. Baxsınlar. O seri qatildir. Bizdə niyə seri qatili yoxdur? O seri qatil olmaq üçün səmimi olmalısan da bizdə o səmimiyyət yoxdur. Bu adi məsələn götür Ted Bundy və yaxud Bostonski Dushitel və ya Chikatilo. Təsəvvür et, bunların hamısının bir səmimiyyəti var ki, mən buna görə öldürürəm. Məsələn, mənim anam mənə qarşı çox zülmkar olub. Mən anamın timsalında insanları öldürməyi düşünürəm. Və müəyyənləri var ki, hətta onun donunu da gindirilmiş ki, mən bilim ki, bu mənim anamdır. Yəni, bax, yenə bir ideya var, yenə bir fikir var, bu fikrə qulluq var, bu fikrin ətrafında bir zəhmət var. Səmimiyyət var. O zaman sualımın ikinci hissəsinə keçirəm də. Yəni Yaxşıdır. Bir dənə bu olması lazımdır. Bir dənə bu. Yəni bunun ideologiyası olmalıdır. Bunun bir ideologiyası olmalı. Bizdə indi məsələn son bu məsələlərdə bu bu 5 nəfəri ailəsini öldürmüşdü. Səhv etmirəmsə Əli. Əli idi adı. İnşallah deyil. Əhməd cinayət. O da seri qatil edildilər, amma orada bir ideya yox, bir ideologiya yox, insanın ümumiyyətlə psixi vəziyyətindən nə seri qatil? Bizim zaman-zaman cəmiyyətdə olan şeylərə baxdığımız zaman gördüyümüz odur ki, uydurma ifadələrlə nəyisə bizə sırmağa çalışırlar da. Məsələn deyirlər ki, Azərbaycançılıq olmalıdır, nə bilim filan şey olmalıdır. Amma hələ indiyənə qədər heç kim Azərbaycançılıq nədir? Çıxıb deməyəcək. Çıxıb deməyəcək ki, qardaş, bax bu budur. Yəni bizim cəmiyyət olaraq ideologiyamız yoxdur. Missiyamız yoxdur, cəmiyyətin fərdləri olaraq və ideologiyamız yox. Biz məsələn hər bir dövlətin özünün ideologiyası var. Məsələn Türkiyə Cümhuriyyəti bunlar keçmiş Osmanlıdılar. Bunlar imperiya uşaqlardılar. Rusiya keçmiş imperiyadır, indi də imperiyadır. Yəni bunların ideologiyası imperiya ideologiyasıdır. Hakimiyyət də kimin aslı olmağından aslı olmayaraq imperialist olacaq. Ola bilsin ki, bugün Afrika onlar üçün imperialist maraqlardır, sabah Balkanlar olacaq, nə bilim sonra Monqolistana gedəcək. Maraqlar dəyişəcək. Maraqlar dəyişəcək, amma ümumi olaraq imperiya uşaqları olduğuna görə ideologiyalar imperialist üzərindən gedəcək. Amerikanlarda böyük düşünürlər. Bəli. Amerikanlarda kapitalizmin üzərindən gedir. İran da imperiyadır. Yəni o nə qədər desək də o İranı biz idarə etmişik, türkləri falan, amma indi insanları küçültməyə ehtiyac yoxdur. Küçültməyəcək. Onlar böyükdülər, güclüdülər və lazım olan anda öz imperiya siyasətlərini hətta ora ən demokratik prezident gəlsə belə edəcəklər. Bizim ideologiyamız nə olmalıdır? Bax bizim ümumiyyətlə ideologiyaya ehtiyacımız var bizim. Bəlkə bizim elə əvvəldən şeyimiz ondan ibarət olub ki, zəifliyimiz ondan ibarətdir ki, biz böyük mədəniyyətləri yarada bilirik. Biz istedadlıyıq. Həqiqətən Azərbaycan xalqı bacarıqlı xalqdır. Amma ideologiyası olmadığına görə bu sadəcə belə havaya atılan bir bizə yaxşı enerji. krizis menecer lazımdır. Bax gəlsin desin ki, ümumiyyətlə hamını yığsın ki, ümumiyyətlə uşaqlar
kino çəkmirik sabahdan. Sabahdan kino yoxdur. Kino bu qədər lazımdır bizə kino. Baba sual verirəm. Nəyə həll eləyir? Nəyə həll edirik ki bizdə kino? Aşqız nə xeyr. Okey, heç nə. Ona görə də ki kino çəkmirik sabahdan bizdə alınmır. Tirləri bağlayın. Kinonu qoyduq qırağa. Rejissorlar zatlar, bütün bu institutlar zatları bağlayın. Bizə kino lazım deyil. Kollektiv idman növlərində nəyi bacarırsınız, nəyi bacarmırsınız? Kollektiv idman növlərində, siz kollektiv də ola bilmirsiniz. Gəlin kollektiv idman növlərində bağlayaq. Muğam, nə yaxşı muğam. Bunu bacarırsınız. Gəlin kinodakı büdcənin yarısını qoyaq muğama. Burada yaxşıyıq. Və yaxud ədəbiyyat. Bizə yaxşı krizis menecer lazımdır ki, bütün Turanın dediklərini bizə əməlli başlı bunu bizə otuzdursun, təlqin eləsin. Ki, normaldır da biz kino çəkə bilmirik. Biz kino çəkməliyik. Kino çəkməsək ölürük bəyəm. Ölmürük ki. Lichtenstein'in kinematografiyası yoxdur. Vallahi, və yaxud Lichtenstein məsələn biatlon üzrə heç vaxt çempion olmayacaq. Ya Norvegiya olduqca, Skandinav ölkələri olduqca heç kim biatlon üzründə heç vaxt çempion olmayacaq biz. Müəyyən ölkələr dedilər ki, ay balam bu əvvəl Vialbi var idi, sonra Luc Gross, yəni bunlar olduqca bizə mümkün deyildi, biz medalocu görməyəcəyik. Yox, ən azından deyirlər, yox biz ora nə bilim hərdən çıxış eləmək özü bir qalibiyyətdir. Vallahi boş nağıl deyə bu. Çıxış eləmək də bir qalibiyyətdir. Bu artıq ora gedəndə sən özün məğlubiyyətlə barışmısan, mən çıxış eləməyə gəlirəm olimpiyata, getmə. 35-ci yerdə. Allah yaxşıdır qaqaş batmadı. Həyatla bağlı da elə fikirləşirik də biz. İştirak etmək qalibiyyət yaxşı ki işdir. Yəni həyatı yaşayır, məzmunsuz, heç kimə faydası yox, bir iş görmüyor, bir zada dərman olmuyor. Heç vaxt. Önəmli olan iştirak etməkdir. Allah rəhmət eləsin. Vallahi hər şeyimiz elədir. Vallahi hər şeyimiz elədir. Ona görə bizim yaxşı krizis menecerə ehtiyacımız var. Ölkənin krizis menecerə ehtiyacı var. Çıxsın çünki vallahi olmayacaq da bu. Hamı çıxıb bar danışır ki, yox bu belə olmalıdır. Niyə belə olmalıdır bu? Olmamalıdır bu belə. İstəmirəm mən kino. Mən üçün kino, yəni benim kino tapmırıq baxmağa. Milyard dənə kino var baxmağa. Baxmıram Azərbaycan kinosuna. Və baxmağı da düşünmürəm, nə yalan danışım. Və dediyiniz serialın da heç birinə baxmamışam. Axırıncı bir dənə məsələn şeyin birinci seriyasına baxdım. Davam eləyəcəm 8. Çünki seri qatil mövzusudur, sevdiyim mövzudur və Hikmət Rəhimovu da çox istəyirəm. Baxım görüm nədir. Ondan sonra deyərəm, indi heç nə deməyəcəm. Belə. Çox sağ ol. Çox sağ gəldiyə görə vaxt tapdın bu zaman arasında. Çox xoşdur, çox xoşdur. Heç belli iş də olmadı. Adam şey yox şeyli daha çox. O qapını açıb gelirsən müqəddəs atan yanına ki atmışdı maya girişir. Günahlarımı əff elə. O da deyir ki onlar da kadırdı ya ama deyir atpuskayasın mı? Mesela. Vallahi. Şeydə görmüşdüm. Bu mafya filmlərində əsasən nə olur? Bu adamlar cəmaatın ailəsini yer üzündən silirlər. Sonra gəlirlər kilisəyə bir də saçını çevirir deyir ki, mənə bağışla da. O deyir ki, bağışladın. Godfather'ın son səhnələrindən biridir də oturur o şeydə. Çox rahat. Yəni bu adamlar gördüyü işlə Allahla olan münasibətini qarışdırmır. Sadəcə gəri girir ora, bir dənə xalçını çevirir, bağışla, o deyir bağışlan. Vəssalam getdi ki qırmağa. Bu şey yox şeylə adətən biz bunu eşidirik, deyirlər ki Allah yox, mən deyə gördüm ki, İranda getdi içki içdi, səhər durdu namazın qıldı. Bunlar belədirlər də. Deyirəm, o ayrı stolbikdir də, o sualın cavabı başqadır da. Yox, heç şey, o özünüz bilərsiniz. O namaz stolbikimiz var ha, o stun. Ona görə özünüz cavab verəcəksiniz. Belə nə qədər içirsiniz için. Valla, bir söz deyim, orada dava düşəcək də. Məsələn, mən bildiyimə görə, mən oxuduğuma görə, etimoloji olaraq da, Quranda yazılıb ki, əyyaşlıq haramdır. Mən içki haramdır, oxumamışam. Əyyaşlığı oxumuşam. Çox sağ ol gəldiyinə görə. Buyur, çox sağ ol, çox xoşdur.